Vəhy 17-ci fəsil. Fahişə qadın. 7 nemçəsi olan 7 mələkdən biri gəlib, mənlə danışdı və dedi, gəl, çoxlu suların üzərində oturmuş, bədnəm fahişə barədə çıxacaq hökmü sənə göstərim. Yer üzünün padşahları onunla əxlaqsızlıq elədilər və yer üzündə yaşayanlar onun əxlaqsızlıq şərabından sərxoş oldular. O məni ruhda çölə apardı. Orada mən gördüm ki, bir qadın 7 başlı, 10 buynuzlu və üstündə başdan başa küfr adları yazılan al rəhli bir vəhşi heyvanın belində oturub. Qadın tünd qırmızı və al rəhli paltar geyinmiş, qızıl, qiymətli daş və mirvarı ilə bəzənmişdi. Onun əlində iyrənc şeylər və öz əxlaqsızlığının çirkabı ilə dolu qızıl kasa var idi. Alnında isə bu sirri ad yazılmışdı. Yer üzünün fahişələrinin və iyrəncliklərin anası olan Böyük Babil. Mən gördüm ki, qadın müqəddəslərin qanından və İsa'ya şəhadət eləyənlərin qanından sərxoş olub. Bunu görüb hədsiz heyrətləndim. Onda mələk mənə dedi, nə üçün heyrətə düşdün? Mən sənə qadının və onu daşıyan 7 başlı, 10 buynuzlu vəhşi heyvanın sirrini açacağam. Gördüyün vəhşi heyvan var olmuş, indi yox olan və dipsiz dərinliklərdən çıxmaq üzrə olaraq həlakə gedir. Yer üzündə yaşayan və dünya yaranandan bəri adı həyat kitabına yazılmamış adamlar vəhşi heyvanı görəndə heyrətə düşəcək. Çünki o var olmuş, yox olan, amma yenə gəlməli olandır. Bu işdə müdrik ağıl lazımdır. 7 baş qadının oturduğu 7 təpədir. Bunlar həm də 7 padşahdır. Onlardan 5-i ölüb. Biri qalıb, digəri isə hələ gəlməyib və gələndə də qısa müddət qalmalıdır. Bir zaman var olmuş, indi isə yox olan vəhşi heyvan da 8-ci padşahdır. O 7 padşahdan biridir və həlakə gedir. Gördüyün 10 buynuz hələ padşahlıq eləməyən 10 padşahdır. Onlar vəhşi heyvanla birgə səlahiyyəti ələ alıb, 1 saat padşahlıq eləyəcəklər. Onların vahid bir niyyəti var. Öz qüdrət və səlahiyyətlərini vəhşi heyvana təhvil verəcəklər. Onlar quzu ilə döyüşəcəklər, lakin quzu onlara qalib gələcək. Çünki o, ağaların ağası, padşahların padşahıdır və onunla birgə olanlar da çağırılmış, seçilmiş və sadiq şəxslərdir. Mələk mənə dedi, fahişənin üzərində oturduğunu gördüyün sular, xalqlar, kütlələr, millətlər və dillərdir. Gördüyün vəhşi heyvan və 10 buynuz isə fahişəyə nifrət eləyərək onu soyub çılpaq qoyacaq. Ətini yeyəcək və onu odda yandıracaq. Çünki Allah bunu onların ürəyinə qoydu ki, Allahın niyyətini yerinə yetirsinlər. Həmfikir olub, onun sözləri tamamlanana qədər padşahlıqlarını vəhşi heyvana təhvil versinlər. Gördüyün qadın da yer üzünün padşahları üzərində padşahlıq eləyən böyük şəhərdir.